Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Biz yenə də bu günləri təbin tabeliyində olan əyalət rayonlarının doğum şöbələri ilə bağlı açıqlamalar verəcəyik. Daha doğrusu verdik biz bir neçə gün bundan öncə. Bunlarda doğum şöbələrinin rəhbərlərində, doğum şöbələrinin işçilərində, ümumiyyətlə xəstəxana rəhbərliklərində etdikləri hərəkətləri, səhvləri düzəliş etmək əvəzinə bunlar başlayıblar bizlərə, bizim tabiçilimizə olan işçilərə müxtəlif yollarla təzyiqlər göstərməyə, təsirlər göstərməyə, hədə-qorxular gəlməyə. Mən həmişə demişəm ki, əziz dostlar, bu xəstəxanalarda bu direktorları işdən çıxardırlar. Mən həmişə demişəm ki, bu düzgün deyil. Ona görə düzgün deyil ki, indi mən səbəbini də mən sizə deyəcəm. Demək, bu elə mən buradan eyni zamanda da təbibin rəhbərliyinə müraciət edirəm. Əgərləri bizi eşidirlərsə, dinləsinlər, nəticə çıxasınlar bundan. Ümumiyyətlə, təbibin direktoru Vüqar Qurbanov burada xəstəxana direktorlarını il yarım, 2 ildən, lap ən azı 2 il yarımdan artıq saxlamırdı, hamısını çıxarırdı işte. İndi də Allah can sağlığı versin Anar müəllimə, yəni onun apardığı son aylardakı islahatlar bütün Azərbaycanın ölkə ictimaiyyəti tərəfindən yüksək dərəcədə qiymətləndirilir və sevililir. Amma Anar müəllim, sizin nəzərinizə bir şey çatdıraq ki, bu günləri əyalət rayon xəstəxanalarında, yəqin ki, Bakı şəhər xəstəxanalarında da eyni məsələ olar, problem olar. Yəni, problem nəyi nəzərdə tuturam? Xəstəxana direktorlarını, il yarım, 2 il işləmiş xəstəxana direktorlarını kütləvi şəkildə işləri tutduğu vəzifələrdən azad etməklə biz hesab edirəm ki, xəstəxanalardakı, səhiyyəmizdəki islahatlara tam şəkildə nail ola bilməyəcəyik. Mən də buradan səbəb də sizə göstərirəm. Səbəb də nədir? Səbəb də ondan ibarətdir ki, demək, bütün xəstəxanalarda şöbə müdürləri var, oturub işləyirlər orada. 10 il, 15 il, 20 il, 30 ildir şöbə müdürləri işləyənlər var. Ora, məsələn, şöbə müdürü var, işləyən var ki, xəstəxanada artıq 8-ci, 9-cu xəstəxana direktorunudur, baş həkimidir, dəyişir, amma bu özü qalıb orada işləyir. Biz xəstəxana direktorlarını kütləvi şəkildə işdən çıxartsaq da və buna nail olsaq da, biz xəstəxanalarda islahatların aparılmasına əldə edə bilməyəcək. Ona görə əldə edə bilməyəcək ki, bu yaşlılar, bu qocalar, bu rüşvətə münbit şərait yaradan həkimlər, eyni zamanda da xəstələrlə doğru düzgün münasibət qura bilməyən bu yaşlı vəzifədə oturub işləyən həkimlər imkan verməyəcəklər. Yenə də təkrar etdiyim kimi bu adamlar demək, işlədiyi şöbələrdə konflikt yaradılar daima orada işçilər arasında, əməkdaşlar arasında böyük söhbətlərə, davadalaşlara səbəb olurlar, rüşvət alırlar, rüşvətə meyillidirlər və gənc həkimlərə, gənc nəslə çox pis örnək olurlar. İndi söz yox ki, buradan mənim üzərimə düşənlər var, məni videonun altında söyənlər var, yazılar. Mən bilirəm ki, mənə qarğış edənlər var. Mən çünki bilirəm ki, həmin bu adamlar mənim adlarını çəkdiyim həkimlərdir, onların yaxın qohumlarıdır, əsabələridir və bizim təşkilatın, bizim qurumun işçilərinə doğru sözləri dediyimiz üçün təbibdə baş verən bu əski hərəkətləri, əməlləri rəhbərliyin nəzərinə çatdırdığımız üçün bizim əməkdaşlara müxtəlif orqanlar tərəfindən təzyiq göstərən adamlardır. Həmin belə bu adamlar da həmin adamlardır. Ona görə də gördüyünüz kimi bunlar artıq mafiyozlaşıblar. Ələl xüsusda mən yenə də hər zaman demişəm, bugün də dönə-dönə deyirəm ki, xəstəxanaları əsasən %70 gözdən salan, problem yaradan doğum şöbələridir. Doğum şöbələrində 15 il, 20 il, 30 il oturub rəhbər vəzifədə işləyən qadınlardır. Hansı ki, heç bir o adamlarla islahata getmək mümkün də deyil.
Bu adamlar təcili olaraq tutduğu vəzifədən azad olmalıdırlar. Bu adamlar işlədiyi rayonlarda artıq oliqarxa çevriliblər. Onların evladları, baxın, hüquq mühafizə orqanlarında yüksək vəzifədə çalışırlar. Onların evladları çox böyük, yüksək çinli məmurlardır, qardaşı evladları, başçı uşaqları, hamısını bu adamlar hüquq mühafizə orqanlarının müxtəlif sahələrində işə düzəldiblər. Mən bunların adlarını çəkəcəm. Bunların bizdə siyasi da var. Bizim hüquq departamentinin rəhbəri var. Həmin o doğum şöbələrinin həkimlərinin və onların evladlarının siyahıları və harda işlədikləri, onların mənsub olduqları mülklərin Bakı şəhərində, regionlarda çox böyük mülklər, inana bilməzsiniz ki, həkimin belə bir mülkü ola bilər, əyalət rayon həkiminin. Heç kiminin ağlına gələ bilməz ki, əyalət rayonunda sıravi bir həkim, ginekologun Bakı şəhərində, Gənclikdə 1 milyon, 2 milyon manata yaxın məbləğdə evləri var. Yəni bunu heç kimin ağlına gəlməz, amma bugün bunlar var və bunlar da bugün vəzifədə işləyir. Davam eləyirlər. Öz qohumu ilə, aqrəbəsi ilə, öz pulu ilə, öz hüquq mühafizə orqanlarında işə düzəltdiyi bacısı oğlu, qardaşı oğlu ilə hücumlar təşkil edirlər. Doğru düzgün danışan insanların üzərinə hədə qorxular gəlirlər. Bunlar artıq mafyozlaşıblar. Bunlar artıq o qədər qudurublar ki, gözlər ayaqlarının altını görmür. Ona görə də biz Anar müəllim, sizdən xahiş elədik. Bugün də xahiş eləyik. Biz bu məsələni buraxmayacağıq. Bu adamlar hər birisi tutduğu vəzifədən azad olmalıdır. Ümumiyyətlə həkimlikdən azad olmalıdır. 70 yaşında insanın nə işi var həkimlikdə? Özlərini də tərifləyirlər. Baxırsınız, görürsünüz bizim videoların altına elə yazılar yazırlar ki, güya bunlardan gözəl həkimlər yoxdur. Hamı da bizi söyür, təhqir edir. Sizin mədəniyyətiniz budur. Budur sizin mədəniyyətiniz və sizdən də həkim olmaz. Biz yenə də dediyimiz sözün üzərində dururuq və xahiş edirik, xəstəxana direktorlarını işdən çıxarmaqla heç nəyə nail olunmayacaq. Çünki kimliyindən asılı olmayaraq xəstəxana direktoru təyin olunan kimi direktor vəzifəsinə həmin o qartılaşmış, harınlamış, illərlə, rüşvətlə yağlanmış, piylənmiş bu şöbə müdürlərinin qorxusundan heç bir islahat apara bilmir o direktor. Ya qorxusundan, ya da başqa vasitələrlə əl alırlar direktorları. Mütləqdir ki, bütün xəstəxanalarda şöbə müdürləri tutduğu vəzifələrdən azad edilsin. 65 yaşından yuxarı işçi çalışanlar isə ümumiyyətlə həkimliklə uzaqlaşsın. Müqavilə bağlamaq lazım deyil. Mən sizə dedim, bu yaxınlarda eşitdik, Salyan rayonunda yaşlı həkimdən 6 aya 2500 manat rüşvət müqabilində müqavilə bağlanıb işlərilir olar. Belə şey mi olar? Hələ ki rüşvət olacaq belə şey. Belə qanunlar. Qabın rayonunda məlumat verir, 81 yaş, 81 yaş həkim işləyən tanımıram, məlumat belə verir. 81 yaşında olmaz axı. Adamın dərman da yadından çıxıb. Niyə dövlətin pulunu alır? Gənclərimizi cəlb eləmək lazımdır. Səhiyyəmizi gəncləşdirmək lazımdır. Gənc kadrları, gənc həkimlər lazımdır. Müasir tibbi biliklərə malik həkimlərimiz gəlib oturub işləməlidir. Yalandan da deyirlər, belə bir məsələ çıxardıblar hər yerdə ki, həkim çatışmamazlığı var, ona görə həkimləri saxlayır. Deyirsiniz, gözün içinə kimi yaşlı həkimləri 6 aydan bir 2500 manat pul almaqdan ötürü saxlayırsınız orada. Və elə bir şərait yaradırsınız ki, gənc həkimlər qaçırlar, gəlmirlər. Çünki bu sizə sərf eləyir. Ona görə də biz buradan yenə də Qopuz Media olaraq axır
təşkilatlar, Ayşiri, Anıl Bayramovdan elimizi gösteririk ve gösteririz. Ama siz de bizim bu fikirlerimizden razılaşın. Xəstəxana direktorları bize fikirlerimize eks fikirler gelip size söyləyirlər, məlumat verirlər. Ona göre verirlər ki, onlara bu sərf eləyir. Bu sərf eləyir. Siz biz ölkə şirkəti nümayəndələrinə bir dinləyin. Və bizim düşüncələrimizi, bizim fikirlərimizi, bizim gəldiyimiz nəticəni qiymətləndirin. Çox sağ olun. Tanrı Azərbaycanı qorusun. Tanrı Azərbaycanımızın bütün namuslu, qeyrətli vətəndaşlarını qorusun. Çox sağ olun.